Nağıllar aləmini səyahət etməyə hazırsınızmı? Nərimanovun ən gözəl 4 otaqlı mənzilinin elə başlayaq nə az nə çox 60 kvadrat metr təşkil edən gözəl qonaq otağından. Həqiqətən də bu mənzilə valeh olmamaq mümkün deyil. 12 nəfərlik yemək masası, baxın mebellərin gözəlliyinə, lüstrlər mənzilə necə gözəllik verir. Özü də çox bahalı təmir olunub. Döşəmə hissəsində parketdən istifadə olunmuşdu. Bütün otaqlarda kondisionerlər quraşdırılıb, yel çəkən skvazno layihəli mənzildir. Gəlin davam edək, gəl bu gözəllikləri yaxından götür. Kermogranit olan yerlər isti döşəmə ilə təchiz edilmişdi, maraqlı rəhlərdən istifadə olunmuş. Qapılar özü də standartdan yüksək. Giriş qapısının sol tərəfində bütün divarı əhatə edən, özü də maşın boyası ilə boyanmış çox qapılı dolab, oturmaq üçün yer və belə gözəl dekor. Tavan hissəsində akustika sistemi, mətbəxin gözəlliyinə və böyüklüyünə yaxından baxın. Dekor, membran, mətbəx mebeli ilə təmin olunmuşdur. Özü də mətbəxin içərisində sürgülü qapılarla ayrılmış əlavə yay mətbəxi, qaz suyu işıq daimidir və səliqəli kollektor sistemi yığılmışdı. Bütün texniki avadanlıqlarla da təmin olunmuşdu. Özü də Bosch firmasına aid daxilində qabyanı da var. Davam edək, skvazno yelçəkən layihəli mənzilimizin hol hissəsində ümumi olan hamam otağı. Bir sözlə deyim, bu mənzili danışmaqla bitmir. Və hol hissəsində çamaşır otağı, daxilində paltar yuyan maşın. Və davam edək, artıq 3 yataq otağı ilə sizləri yaxından tanış edim. Birinci geniş və gözəl əsas yataq otağı. Otaqların qarşısında vitraj, pəncərə, lazer işıqlardan istifadə olunmuş dolab. Bu yataq otağının da özünə məxsus hamam və sanitar qovşağı var. 2 yataq otağı yanaşıdır. Növbəti ikinci yataq otağı. Özü də bütün mənzilin daxili sədəf boyası ilə işlənib. Bu da mənzilə ayrıca gözəllik verir. Bahalı, yəni təmir olunmuş mənzildir. Mənzili gəzməklə bitmir, dəyərli izləyicilərimiz. Növbəti digər otaqlardan biraz kiçik olan uşaq yataq otağı. Onun da özünə məxsus qarşısında pəncərəsi, dolabı. Dəyərli izləyicilərimiz, bu gözəl mənzili sizlərlə yaxından tanış etdim. İnanıram sizlər də çox bəyənəcəksiniz bu mənzili. Qiyməti və digər məlumatları qeyd edəcəyim. Maraqlanan şəxslər buyurub mənimlə əlaqə saxlaya bilər. Sağ olun, salamat qalın.